Alimlər deyirlər ki, Allah subhanahu wa ta'ala tərif edirlər təqvanı, səni nəhy etdiyi yerlərdə görmür və səni əmr etdiyi yerlərdə də görür. Təqva budur. Sən Allahın subhanahu wa ta'ala nəhy etdiyi yerlərdə yoxsan. Allahın əmr etdiyi yerlərdə isə, Allahın əmr etdiyi yerlərdə sən oradasan. Allah səni orada görür. İnsan günahlardan çəkinəndə, təqva əhli olanda əzalar insana tabi olur. Təvəkkül eləmək istəyirsən, deyirsən elhamdülillah, rahat. Baxırsan ki, subhanallah, necə təvəkkül edir bu adam, Allahu akbar. Və Şeyx Rahimehullah bu mövzunu izah eləyəndən sonra ən əsas məsələlərdən bir yerə gəlir. Deyir ki, bunların hamısı başa düşüldü. Və bunları başa düşəndən sonra deyir, vallahi, ən qorxulusu deyir, odur ki, deyir, insan ölüm ayağında əzaları ona xəyanət eləsindir. Onun qurtuluşu olmayacaqdır, subhanallah. Yəni, bunu başa düşdük, bütün bunlar aydındır. Bir də var ki, sən ölüm ayağındasan, düzdür? Ölüm ayağındasan, artıq yataqdasan, ölürsən, dilə deyirsən ki, de, la ilahə illallah, demir, vallahi, demir axı. Hə? Demir, səni xəyanət edir. Günahlar sahibinə xəyanət edir, yadınıza düşdü, bayaq danışdıqlarımız. İndi İbn Qayyim Rahimehullah deyir ki, ən şiddətlisi odur ki, yataqda, ölüm yatağında səni xəyanət eləsindir. Bundan daha, bu geri dönüşü olmayan bir şeydir. Sənə orada xəyanət eləsələr, sən necə qurtulacaqsan? Necə sən, subhanallah, nə qədər insanlar olublar ki, ölüm ayağında gəliblər, deyiblər ki, la ilahə illallah da deyə bilməyib, baxı. Vallahi deyə bilməyib, muvaffaq olmayıb. La ilahə illallah de mahnı oxuyur. La ilahə illallah de bazarda etdiyi alışverişdən danışır. Hətta İbn Qayyim Rahimehullah bunu o mövzudan bəhs eləyərkən misalları verir. Yəni deyir ki, insanlar olublar ki, onlara la ilahə illallah de dedikdə, onlar deyiblər ki, bu uzuzdur, bu bahadır. Bu gözəldir, bu çirkindir. Mallarını tərifləyiblər. Həyatlarını necə yaşayıblarsa, deyir, yataqda olan birisinə gəldilər, dedilər ki, la ilahə illallah de. Deyir, vallahi hər şey deyirdi və dönüb deyirdi ki, mən o kəlməni deyə bilmirəm. Yəni hər şey deyir, danışır və deyə bilir ki, mən deyə bilmirəm, amma la ilahə illallah deyə bilir.